Salam dəyərli Karifay izləyiciləri, bugün sizə Encar saytından istifadə etmək qaydalarını izah etməyə çalışacağım. İlk öncə biz Google Chrome browserini açırıq. Burada Google Chrome'dan istifadə etməyimizin ən birinci səbəbi Encar saytı yalnız Koreya dilində olduğu üçün Google Chrome'un çox yaxşı bir funksiyası var, hansı ki avtomatik tərcümə eləyir istənilən dilə, rus dili və ya ingilis dili. Hal-hazırda onu sizə göstərəcəm. Encar.com yazıb sayta girdikdən sonra burada yuxarıda görəcəksiniz Translate to this page. Yəni siz hansı dildə istifadə edirsinizsə, həmin dildə burada göstərəcək. Misal üçün, burada Koreya olduğu halda, məsələn, məndə avtomatik bu səhifəni özü detect eləyir, yəni hansı dildə olduğunu tapır və oradan ingilis dilinə və yaxud da digər dillərə siz tərcümə eləyə bilərsiniz. Hansı ki, burada seçirsiniz ingilis dili və yaxud da Azərbaycan dili, rus dili, hansı türk dili, sizə hansı dil rahatdırsa buradan seçib tərcümə et düyməsinə basdıqdan sonra gördüyünüz kimi hər bir şeyi tərcümə eləyir. Lakin bəzi hissələr var ki, hansı ki onları tərcümə edə bilmir. Bu səbəbdən mən sizə çalışacağam ki, Koreya dilində olan versiya üzərindən göstərim hər bir şeyi. Bundan sonra siz artıq nəyin harda olduğunu daha rahat görəcəksiniz. Mən daha çox Safari işlətdiyimə görə əslində bunların heç birinin fərqi yoxdur, o qədər də sizin üçün o qədər də fərq etməyəcək. Sadəcə mənə daha rahatdır Safari işlətmək, bu səbəbdən Safari işlədəcəm. İlk öncə Encar.com saytına girdikdən sonra bu səhifə ilə rastlaşacağıq. Burada avtomobil brend, yəni Hyundai, Kia, BMW və yaxud da Mercedes bu hissədən seçirik. Bundan sonra model hissəsini bura daxil eləyirik. Deyək ki, Hyundai Santa Fe və yaxud da Kia Sorento istəyiriksə, bu K5 istəyiriksə, bu hissədə seçəcəyik və burada isə avtomobilin bu il, yəni ki, hansı ki, misal üçün 2015-17 model 1-dir, 2009-2013 model 1-dir, yəni bu sub model deyək, bu sub modelləri seçəcəyik. Birinci Hyundai'dir, ikinci Genesis'dir, üçüncü Kia'dır. Digərləri isə, yəni bizim üçün o qədər də önəmli olmayandır, hansı ki SsangYong'dur, digər modellərdir və s. Lakin BMW, Mercedes elə olduğu kimi burada qeyd olunub. BMW axtarmaq üçün məhz bunu seçirik. Mercedes isə burada Benz yazılıb, hansı ki məhz bunu seçərək biz Mercedes modellərinə də baxa bilərik. Məsələn, biz bu dəqiqə deyək ki, Hyundai axtarıqsa ya da Kia axtarıqsa Kia və burada gördüyünüz kimi modellər gəlir, hansıları istəyirsiniz. Carnival'dır, Morning'dir, K5'dir, K3'dir, Sorento'dur, K7'dir, Sportage'dir. Lakin bu səhifəni biz translate eləyəndə, yəni bu dilini dəyişəndə, tərcümə olunanda artıq bütün modellər də burada dil olaraq istədiyimiz dilə keçir. Misal üçün, biz ingilisinə çevirsək, Soul'dur, Sorento'dur, K7'dir, Morning'dir və bu kimi seçə bilərsiniz. Deyək ki, biz axtarırıq Kia Sorento və bu az öncə qeyd etdiyim, misal üçün 4-cü nəsil Kia'lardakı, Sorento'lardakı hansı ki ən axırıncılardır. Burada hətta göstərir 2020-ci ildən indiyənə qədər olan modellər, 2014-dən 17 olan modellər, 2017-2020-yə qədər olan modellər, 2012 və 2014-də olan modellər. Bundan aşağı isə Azərbaycanda yeni çıxan qanuna əsasən biz eksport eləyə bilmərik və yaxud da Azərbaycanda olanlar import eləyə bilməz bu avtomobilləri. Deyək ki, biz axtarırıq 2017, 2014, 17 modellər, o zaman seçirik bunu və axtarış hissəsinə vururuq və burada bu səhifə qarşımıza gəlir. Bu, heç bir filtrasiyadan keçməmiş, ümumi elanların yerləşdiyi səhifədir. Hansı ki, burada özünüzə görə bilərsiniz, minlərlə avtomobil var. Yəni, getdikcə gedir. Davamı yoxdur, bunun sonu yoxdur. Bu səbəbdən biz bunu işimizi daha da asanlaşdırmaq üçün bu sol tərəf paneldə olan bu filtrasiya hissəsi var. Hansı ki, biz burada filtrlər qoyacağıq bizim istəyimizə uyğun olan avtomobillərlə bağlı. Birinci əslində bu bizə o qədər də önəm daşımır. Çünki biz Kia Sorento onsuz da SUV olduğuna görə bu avtomobilin modelini göstərir ilk sıra.
Modelini deyərkən, yəni avtomobilin hansı tipdə ban növünü göstərir. Deyək ki, SUV olsun və yaxud da sedan olsun, hatchback olsun və s. bu kimi kupe olsun, bu kimi şeyləri göstərir. Lakin bizdə elə birbaşa Sorento özü SUV olduğuna görə məhz SUV seçməyin belə mənası yoxdur. Ona əl dəymirik. Bundan əlavə ikinci hissədə biz artıq avtomobilin 4 çəkər və yaxud da 2 çəkər olması, benzin, dizel və yaxud da qazla olması ilə bağlı olan bu hissəni görürük. Burada misal üçün bu ilk öncə bu 2 VD-lər aydındır, lakin siz onsuz da bunu dilin çevirdikdən sonra burada yazılacaq dizel və yaxud da ki qazolin, hansı ki benzin mənasında. Bəli, bu ilk 2 dənə olan avtomobilin benzin olduğunu göstərir. Misal üçün biz deyək ki, bunu tərcümə eləsək, burada görəsiz, bəzi hallarda olur ki, məhz bu cür yetərsiz qalır, tərcümə yetərsiz qalır. Bu proqram bəzi hallarda sözlərini düzgün tərcümə etməyi bacarmır və bu qarşıda olan rəqəmlər isə həmin bu opsiyalara uyğun, hansı ki dizel 2 çəkər avtomobil 480 dənə olduğunu göstərir. Dizel 4 çəkər avtomobilin isə 116 olduğunu göstərir. Hətta Sorento'nun benzin motoru ilə də təchiz olunmuşu var və bir dənədir. Misal üçün deyək ki, biz 2 motor, 4 dizel, 2 çəkər avtomobil axtarırıq. Bu zaman filtrasiyada məhz bunu klik eləyirik və klik elədikdən sonra burada sub modellər çıxır ortaya, opsiyalar daha doğrusu. Hansı ki bu opsiyalardan biz artıq 2 motor və yaxud da 2-2 motor avtomobil seçmək istədiyimizi burada qeyd eləyə bilərik, filtrdən keçirə bilərik. Deyək ki, biz dizel 2 motor, 2 çəkər avtomobil axtarırıq, o zaman 2 motor seçirik və bundan sonra artıq digər sub modellər dediyimiz hissə gəlir, hansı ki misal üçün burada modellərin də özündə bölünmələr olur. Burada misal üçün Luxury var, Prestige var, Noblesse var, Noblesse Special var və bu üstdən aşağı göründüyü qayda ilə ən sadədən ən yüksək yəni opsiyalarla təchiz olunmuş avtomobil məhz bu qaydada düzülür. Prestige əsasən Azərbaycandan müştərilərimiz Prestige, Noblesse və yaxud da Noblesse Special alır, hansı ki qiymət fərqlərinə də bu təsir eləyir. Biz deyək ki, Noblesse Special axtarırıq, ən yaxşı opsiyalarla təchiz olunmuş. Bu zaman basırıq buna və gördüyünüz kimi artıq 5 səhifəyə qədər azalır sayı. Lakin bunun özü belə çoxdur. Bu zaman biz yenə də davam eləyirik filtrasiya prosesinə. Misal üçün deyək, avtomobil 2014-2017 bu modellər 2014-2017 arası istehsal olunan avtomobillərdir və bizə lazımdır 2015-ci il. Bu zaman biz 2015 qoyuruq. Əslində ay fərq eləmir və buradan da və yaxud da siz əgər 2016-2017-də axtarsınızsa 2015-2017-də qoya bilərsiniz. Sadəcə mən daha kiçiltmək üçün, daha da azaltmaq üçün 2016 qoyacağım. Bundan əlavə bunun alt hissəsində məhz bu avtomobilin sürüş kilometrajını göstərir, yəni nə qədər sürülmüş olsun avtomobil. Burada hər zaman yuxarıda olan bu hissə, misal üçün deyək ki, biz axtarırıq 60 mindən 90 minə qədər. Həmin bu hissədə 60 min ən az nə qədər olsun, onu seçirik. Deyək ki, 60 min və maksimum da deyək ki, avtomobil getsin 90 min kilometr. Seçirik 90 min kilometr və gördüyümüz kimi daha da azaldı opsiyalar. Yəni seçəcəyimiz avtomobillərin sayı daha da azaldı. Bu zaman biz gəlirik. Əslində burada qiymət aralığını da eyni qaydada seçə bilərsiniz. Lakin qiymət biraz fərqli olduğuna görə, Koreya rəqəmlərinin hesablanması biraz fərqli olduğuna görə bu sizin üçün azacıq problem ola bilər. Misal üçün deyək ki, burada 100 yazılıbsa, bu sonunda olan sözlər 10 min deməkdir. 100 yazılıbsa biz bunu 10 minə vururuq və o 1 milyon verir bizə. Yəni nəticə olaraq 1 milyon olur və onu biz 1 milyon won kimi nəzərdə tuta bilərik. Lakin siz axtarsınız deyək ki, 12 milyon, 13 milyondan 18 milyona qədər. Bu zaman qoyursunuz buradan 12 milyon minimum, hansı ki 1200 yazılıb, bunu 10 minə vuranda 12 milyon eləyir və 18 milyona qədər 1800 seçirik buradan
və həmin qiymət aralığında artıq bizə bir neçə avtomobil verir. Bu hissə bizim üçün o qədər də önəmli deyil. Əslində, yəni sizin üçün önəmlidirsə bunu seçə də bilərsiniz. Məhz bunun mənası Encar'ın özündə avtomobilin alınıb tam yoxlanılması. Digəri isə Encar yoxlanışdır və bu ilk yuxarıda olan odur ki, artıq avtomobilə Encar tərəfindən servis göstərilib. Yəni çatışmayan detallar və yaxud da xarab detallar artıq düzəldilib və heç bir problem yoxdur avtomobildə. Digəri isə bu Encar Çindən yazıldığı isə bu hansı ki qarşısında 4 yazılıb. Bu avtomobilin Encar tərəfindən yoxlanışdan keçməsini və az sonra sizə göstərəcəyim hissələrdə onu daha ətraflı izah edəcəm. Bunun nə işə yaradığını daha rahat görəcəksiniz, amma bizə bu o qədər də önəm daşımır hal-hazırda. Buradan ərazi hissəsini biz seçə bilərik. Misal üçün Gyeonggi-dir, Gwangju-dur, Gyeongnam-dır, Busan-dır, Seoul-dur və bu kimi buradan da siz artıq əlavə edə bilərsiniz əraziləri. Daha çox avtomobillər Gyeonggi və Busan ərazisində olur. Seoul, Busan və Gyeonggi ərazisində olur daha çox avtomobillər. Çünki bunlar daha böyük şəhərlərdir və burada ən iri avtomobil bazarları burada yerləşir. Burada avtomobilin sənədləri ilə bağlıdır. Burada 90% avtomobillərin hər birinin sənədi olur. O səbəbdən bu bizim üçün önəm daşımır. Bundan əlavə burada misal üçün avtomobil satan şəxsin kimliyi ilə bağlı. Misal üçün ilk öncə burada Keyin yazılıb, hansı ki şəxsi satıcılar. Deyək ki, mən heç bir şirkət, yəni avtomobil satan şirkət işçisi deyiləm. Sadəcə öz avtomobilim var. Bunu Encar saytına yerləşdirirəm. Və yaxud da dealerlar var. Bu ikinci isə dealerlardır. Buradan dealeri seçərək, yəni bu şəxsi avtomobil satanları uzaqlaşdırırsınız. Yəni onların elanları sizin qarşınıza çıxmır. Lakin dealerların bütün elanları sizin qarşınıza çıxır. Hansı ki bu şirkətlər, avtomobil satan şirkətlərdir bunlar. Bundan əlavə burada avtomobil satışı ilə bağlı olan, misal üçün deyək ki, ilban var, leasing var və rent var. Hansı ki bunlar üçüncü növbə yerdə olan bu rent car dediyimiz, bu icarə qarşılığında insanlara verilən avtomobillərdir. Hansı ki uzun müddət hansısa rent car şirkətinin olubdur. Bundan sonra leasing avtomobilləri var. Bunlar ən çox yeni və bahalı avtomobillərdə olur, 100 milyonun üzərində, yəni və ilban var, hansı ki, yəni bildiyimiz ümumi, bu hal-hazırda gördüyümüz bütün avtomobillər, bunlar yəni heç bir leasingi, heç bir rent olmayan avtomobillərdir. Burada biz avtomobilin rəngi ilə bağlı öz opsiyalarımızı seçə bilərik. Deyək ki, Azərbaycandan ən çox alınan rənglər yaş asfalt və ağ rənglərdir. Misal üçün biz burada qrey və bizə deyək ki, ağ rəng önəmlidir və ağ rəngi seçirik. Və burada da göstərdiyi kimi 7 ədəd qrey, 1 ədəd ağ rəngdə olan avtomobil var. Yanacaq tipini göstərir, hansı ki biz artıq dizel seçmişik. Burada heç bir opsiya seçməyimizə ehtiyac yoxdur. Bundan əlavə olaraq avtomobilin ötürücülər qutusunun avtomatik və yaxud da ki, mexaniki olmağı ilə bağlı biz filtr qoya bilərik. Burada da göründüyü kimi manualdır, otodur və yaxud da ki, digər robot korobka dediyimiz növlər var. Onlardan da onlar sürədə biz qoya bilərik filtrasiyanı və ən axırıncı olaraq option, hansı ki, avtomobildə olan opsiyalarla bağlı filtrasiya qoya bilərik. Burada hansı ki, avtomobilin yuku olsun, olmasın və naviqasiyadır, smart keydir, HD lampalardır. Və bu kimi digər məsələn dəri oturacaqlar falan hər bir şey burada qeyd olunur ki, siz öz yəni istəyinizə uyğun burada klik qoyursunuz və ona uyğun avtomobillər sizin qarşınıza çıxır. Burada misal üçün biz başlayarkən artıq yüzlərlə avtomobil var idi və hal-hazırda bizim qarşımızda da yalnız 4 avtomobil var və burada qiymətdir, digər opsiyalardır ki, hansı ki biz seçdik. Həmin opsiyalara uyğun qarşımıza çıxan avtomobillər bunlardır. Bu zaman biz artıq bu 4 avtomobili baxıb, bunların sənədlərini araşdırıb, bundan sonra biz bu avtomobilləri daha da dərindən incələyib, ona uyğun baxacağıq. Deyək ki, ilk avtomobil baxırıq 61.000 sürülüb, 2015-ci ilin 1-ci ayında istehsal olunubdur, dizeldir və Gwangju şəhərində də. Deyək, birinci avtomobili yoxlayırıq. Klik elədikdən sonra əlavə bir səhifə açılır burada.
Və burdan artıq biz avtomobilin şəkillərinə baxa bilərik. Bundan əlavə bizə ən çox gələn suallardan biri avtomobil 7 yerlikdir və yaxud da yox, budur. Misal üçün bunu bilmək üçün avtomobilin baqaj şəkli yerləşdirilir. Baqajı açıq olan bir şəkli olur və orada biz arxada sərnişin kəməri dediyimiz bu kəmərlər olursa baqajın içində artıq biz ona 7 nəfərlik olub-olmadığını oradan bilirik. Lakin bu avtomobil satıcısı onu yerləşdirmədiyinə görə biz deyə bilərik ki, bu 99,9% 5 yerlik avtomobildir. Çünki 7 yerlik olanda alıcısı çox olduğuna görə onu hər zaman yerləşdirirlər o şəkili. Bundan əlavə bizə burada önəmli olan 2 dənə hissədir ki, biz bunlara mütləq baxmalıyıq avtomobil seçərkən. Birincisi, bu avtomobilin sonunun dediyimiz sənədidir, hansı ki, avtomobilin qəzalı olub-olmaması ilə bağlı bizə ilk məlumatı verir. Və ona basarkən belə bir səhifə çıxır qarşımıza. Burada avtomobilin VIN kodu, bundan əlavə avtomobilin istehsal tarixi. Bu əslində avtomobilin qeydiyyat tarixidir. Lakin bizə önəmli olan məhz bu hissədir, hansı ki, avtomobilin VIN koduna yazılan bu il olur. Deyək ki, avtomobil 2014-ün 11-ci ayı istehsal olunursa, avtomobil 2015-də qeydiyyata keçirsə, bu zaman bura 2015, lakin VIN kodda isə 2014 yazılır. 1K dediyimiz həmin o hissədə. Bundan sonra avtomobilin dizel və yaxud da benzin olmağı burada qeyd olunur və bizə önəmli olan əsas bu informasiyadır. Bundan sonra burada bir çox informasiya qeyd olunur, hansı ki, avtomobilin buraxdığı karbon qaz emissiyasının miqdarı, faizi və s. Sonra sürüş neçə min kilometrdir bundan bağlı. Lakin biz əsasən bura baxarkən ən önəmli olan şeylərdən biri, çünki digər bu məlumatlar bəzi hallarda çox da dəqiqliklə yazılmır. Lakin bu avtomobilin bu çertyoju dediyimiz hissə %100 dəqiq yazılır. Burada baxırıq, heç bir avtomobilin heç bir yerində dəyişən detalı yoxdur. Dəyişən detal olarkən məhz bu gördüyümüz bu qırmızı X işarəsi detalın üstünə qoyulur. Bundan əlavə W işarəsi varsa, bu deməkdir ki, avtomobilin həmin hissəsində artıq iş gedib. Misal üçün, svarkamı olub və yaxud da ki, digər işlərmi olub, bundan bağlı məlumat verir. Bundan əlavə C, burada C yazılıbsa, hansısa detalın üzərində C yazılıbsa, bu avtomobildə çürümənin olub-olmamağını göstərir. Çürümə varsa, o zaman C yazılır. Biz normalda bunların heç biri, bu yerdə qalan 4 dənədən heç birini görmürük. Ən çox gördüklərimiz birinci və ikinci işarələrdir ki, avtomobilin detalları üzərində qeyd olunur. Çünki bu taçovka dediyimiz bir şey var ki, məsələn, avtomobilin altı daha çox çürüyən hissələr avtomobilin altı olur su səbəbindən. Bu zaman onun altını qara kraska ilə rəng qumlamaya verib altını təmizlətdirirlər və onu yalnız biz yoxlayarkən görə bilirik ki, bu maşın paslanıb və yaxud da altında çürük olubdur. Bunu gizlətməyə çalışıblar, ancaq digər hallarda görmək qeyri-mümkündür. Bu sənəddə başqa bizim nəzər yetirəcəyimiz heç bir şey yoxdur. Digəri isə avtomobilin sığorta tarixçəsini bizə göstərən ikinci bir sənəddir. Buna da klik eləyərkən belə bir səhifə qarşımıza çıxacaq. Burada bizə ən önəmli olan hissə bu 5 nömrəli hissədir. Bu bəndə biz diqqət yetirməliyik. Çünki burada olan bu sığorta tarixçəsi bütün məlumatları artıq bizə verir ki, bu avtomobilin neçə minlik və yaxud da neçə yüz dollarlıq, neçə min dollarlıq qəzası olubdur. Burada göstərir 1, yəni ki, avtomobilin bir qəza tarixçəsi var və 749.810, haradasa 650 dollar, 600 dollar falan. Bu civarda avtomobilin qəza tarixçəsi olub və bu çox gözəldir əslində. Çox azdır, 2015-in avtomobili bir dəfə qəza törədir. Bu çox yaxşıdır. Digəri isə bizim vurduğumuz avtomobillərin biz tərəfdən ödənən puldur. Bu əslində önəm daşımır. Ən önəmlisi 5 nömrəli bənddir ki, biz buna ən çox buna fikir verməliyik. Bundan əlavə məhz düşürük 5 nömrəli bəndə. Burada da hər biri burada qeyd olunubdur. Məhz orada göstərildiyi kimi 749.810 2022-ci ildə olub qəza. Çox, yəni kiçik bir qəzadır, elə böyük bir qəza deyil.
Burada bizə hər bir şeylə bağlı ətraflı məlumat verilibdir. Misal üçün deyək, bu ilk olan loopum yazılıb, hansı ki, bu səhifə əslində ingilis dilinə çevirmək olmur. Proqramlar bunu çox hallarda çevirmir. Lakin siz hansısa bir proqram bilirsinizsə ki, belə bir məlumatı ingilis dilinə və yaxud da digər dillərə tərcümə eləyə bilər, bu zaman bizimlə bölüşməyiniz çox əla olardı. Burada loopum yazılan hissə, hansı ki 102.700, bu avtomobildə dəyişən hissədir. Deyək ki, qapı falan yox, əslində qapı da olanda o da burada qeyd olunur. Lakin 102.000-lik hissə və birinci baxdığımız sənəddə dəyişən hissə yoxdursa, bu ola bilər ki, avtomobildə hansısa bir plastik hissə və yaxud da ki, stop, fara, bu kimi şeylər ola bilər dəyişilsin və yaxud da avtomobilin güzgüsü, yan güzgülər. Çünki qiymətdən də görünür ki, çox elə böyük bir şey deyil. $80 bir detaldır. Bundan əlavə qonqim dediyimiz bu hissə, bu hansı ki, avtomobili düzəldən ustanın əl haqqısıdır. Bunu biz heç vaxt əslində nəzərə almırıq. Bu nə qədər böyük olsa belə biz onu nəzərə almırıq. Və bu üçüncü doçan dediyimiz hissə avtomobilə vurulmuş rəngin qiymətini bildirir. Hansı ki, yenidən rəngləmə zamanı orada xərclənən, rəng üçün xərclənən puldur. Burada göstərilib 461.000 won. Bu əslində biz bir detala 300.000 won nəzərdə tuturuq. Əgər 300.000 varsa, deməli bu avtomobil bir detalı rənglənibdir və müştəriyə də bunu hər zaman öncədən bildiririk ki, bu qədər rəng istifadə olunubdur və ola bilər ki, bu avtomobildə 2 detal, 3 detal rəngli çıxsın. Öncədən müştəriyə deyirik və müştəri bununla razılaşırsa, ondan sonra biz avtomobili tamamilə inspeksiyadan keçirib tam ətraflı məlumatı müştəriyə çatdırırıq. Və burada digər məlumatlara artıq ehtiyac yoxdur. Deyək ki, bu avtomobili baxdınız, bəyəndiniz, xoşunuz gəldi, lakin yenə də baxmaq istəyirsinizsə, eyni qaydada digər avtomobilləri də bir-bir nəzərdən keçirə bilərsiniz. Misal üçün, bəs bu avtomobildə dediyim kimi, məhz bu cür şəkillər varsa avtomobildə, baqaj şəkli, buradan 2 dənə təhlükəsizlik kəməri şəkli varsa burada, məhz bu şəkli gördünüzsə və buradan sağdan və soldan baqajın içində təhlükəsizlik kəmərlərini gördünüzsə, bu avtomobilin 7 yerli olduğunu %100 bilə bilərsiniz. Və buradan gördüyümüz kimi avtomobilin 3 qəzası olub, 2.400.000, hansı ki $2.000 ümumi qəza tarixçəsi olub və əslində bu avtomobilin rəngi 1 və yaxud da 2 detalda çıxa bilər maksimum, çünki burada gördüyümüz kimi hər qəzada 233.000, 229.000 bir detallıqdır, rəngi olubdur və bir qəzada isə ümumiyyətlə heç bir rəngləmə olmayıbdır. Buradan da baxarkən əslində görə bilərsiniz, avtomobil satan şəxs bütün şəkilləri, sənədi skanerdən skan eləyib bura yerləşdirib, düzdür, yaxşı görmək olur. Bundan əlavə bir avtomobilə də baxaq və burada az öncə də dediyim kimi, əgər avtomobilin detalının üzərində hansısa belə bir işarə varsa, bu artıq avtomobilin detalının dəyişdiyini göstərir. Və burada da deyə bilərik ki, avtomobilin qabaq sağ qapısı dəyişdirilibdir. Sığorta tarixçəsindən də 5 qəzası olub avtomobilin, 3.164.950 won xərclənib. Ümumi bu avtomobilin 3 və yaxud da 2 detalında %100 rəng çıxma ehtimalı var. Encar saytı ilə bağlı bu qədər. Növbəti videoda isə sizə kb.com saytından istifadə qaydalarını, filtrasiya prosesi necə olduğunu izah edəcəm. Dəyərli Kalifa izləyicilər, əgər hər hansı bir sualınız olarsa, buyurub bizə müraciət eləyə bilərsiniz.